Və hər kəs salam izləyicilər, necəsiniz? Ümid edirəm ki, hamıda hər şey yaxşıdır. Bugünkü videoda mən sizə Free Fire-da pulsuz kafa atma hiləsini göstərəcəm. Lakin təsəvvür edin ki, buna görə adminlər sizə ban verməyəcəklər. Hər şey 100% təmizdir, yəni qorxmaya bilərsiniz. Çox rahat şəkildə də kafa gələcək sizə, yəni buna əmin olun. Bir də ki, onu deyim ki, uşaqlar, yəni tam olaraq bu hilə deyil. Çünki açıq deyim, bu dəqiqə yəni Free Fire-da kafa atma hiləsi yoxdur. Mən də tapa bilmədim. Var internetdə nəsə orada linklər zət paylaşırlar, amma hamısı valla boş şeydir. Heç birinə də inanmayın. Yəni giriş o linkə virus keçirdə bilərsiniz telefonunuza və s. Ona görə belə yerlərə daxil olmağa məsləhət görmürəm. Mənə qulaq asın. Sizdə hər şey yaxşı olacaq və 100% uşaqlar sizdə kafa gedəcək. İndi isə dostlar keçirik videomuza. Bu arada uşaqlar, Azərbaycanda ən güvənli və ən ucuz şəkildə elmaslarınızı hardan ala bilərsiniz? Bəli, Teymur Game Shop-dan. Teymur Game Shop artıq 4 ildən çoxdur ki, fəaliyyət göstərir və Azərbaycanda elmas sferasında nömrə 1-dir. Və uşaqlar, artıq daxil oldum bizim proqramımıza. Proqramımızın adı Free Senses'dir. Free Fire üçün pulsuz şəkildə hassasiyyət ayarı proqramıdır bu. Amma ki, uşaqlar, yəni sizə deyim ki, 99% garantiya verirəm ki, burada olan ayarlardan başqa yerdə yoxdur. Yəni çox super ayarlar verirlər və demək olar ki, bütün telefonlar üçün rahat şəkildə burada tapa bilərsiniz. Belə deyim də, açıq deyirəm. Yəni mən məsələn də 1 ildən çox ki, Free Fire oynamıram. Bu dəqiqə mən yəni bu hassasiyyətə girib yazsam oyunda məndə kafa getməyəcək. Çünki alışmamışam. Hələ ki tam olaraq oyuna alışmamışam. Amma bilirəm ki, bu video baxanların elə bəlkə də 70%-dən çoxu Free Fire yəni konkret olaraq partladır. Üstəgə bu ayarı qoyandan sonra vəbşi kafalar yəni su kimi getməlidir. Nəysə, indi isə gəlin proqramımızın strukturunu göstərim, belə deyim, menüsünü göstərim. Demək olar, gedirik aşağı, burada yazılıb Find Your Settings. Burada uşaqlar, biz telefon markamızı seçirik. Məsələn, məndə Xiaomi-də deyək, məsələn. Burada gördüyünüz kimi buradan telefonumuzun tam modelini yaza bilərik. Məsələn, Redmi 7 olsun. Redmi 7. Basırıq məsələn Xiaomi Redmi 7-yə. Burada gördüyünüz kimi pulsuz şəkildə bizə hassasiyyət ayarımızı verir və üstəgəl də uşaqlar, burada səhv eləmirəmsə, bəli uşaqlar, 2 dənə ayarı verir, hətta 2 dənə. Təsəvvür edin ki, pulsuz şəkildə 2 dənə ayar ala bilərsiniz və üstəgəl də dostlar burada ateş butonunu da verir və DPI da verir. Və üstəgəl dostlar, əgər kimsə yəni bunu istəmir, məsələn də belə deyim, burada VIP var. VIP nədir? VIP odur ki, uşaqlar, buna yəni ödəniş eləyirsiniz bu sayta, proqrama. Proqram isə daha yəni yaxşı hassasiyyət verir. Yəni ödənişli hassasiyyət verir, belə deyim. Gedirsiniz o internetdə kimsənəmi 5-10 yaşlı uşaqlar var, hassasiyyət ayarı satır, Braziliya hassasiyyəti adı ilə satır, 10 manata, 5 manata, o boş-boş şeylər uşaqlar, inanmayın, elə girin bu saytdan, yəni pulsuz şəkildə ayarınızı götürün, yəni girin konkret olaraq oyunda partladın. Sonra da uşaqlar, bir dənə maraqlı bir şey var bu proqramda. Burada uşaqlar nick seçə bilər özümüzə, yəni ad, nickname. Baxın, məsələn, buradan your name yazırıq. Teymur məsələn, Teymur. Gördüyünüz kimi burada uşaqlar nə qədər ad çıxıb, hamısı da üstəgəl pulsuz. Yəni belə şey yoxdur da konkret. Gördüyünüz kimi burada VIP də var, yenə də VIP də ala bilərsiniz. Əgər buradakı adlar xoşunuza gəlmədisə, yəni biraz ödəniş edirsiniz, daha yaxşısını seçib götürürsünüz. Amma mənim fikrimiz elə pulsuzlar da burada kifayət qədər yaxşıdır. Məsələn, mənim bu xoşuma gəldi, çox xoşuma gəldi. Bəlkə də oyunda adımı bunu qoyacağam, dəyişəcəm, eləyəcəm bax bunu. Yəni çox yaxşıdır uşaqlar. Yəni siz də baxın da, yükləyin pulsuz şəkildədir. Hə, bir də ki onu deyim, link olacaq uşaqlar yorumlar bölməsində, girib pulsuz şəkildə yükləyə bilərsiniz proqramı. Və uşaqlar, gəldik çatdıq videomuzun sonuna. Əgər video xoşunuza gəldisə, zəhmət olmasa kanala abunə olun, videonu bəyənməyi unutmayın və üstəgəl bildirişləri də açın ki, video çıxanda birinci xəbərdar olasınız və üstəgəl dostlar, kanalda biraz aktivlik ölüb, yəni biraz yox, konkret olaraq ölüb. Yəni gözləyirdim bunu, çünki 1 ildən çoxdur ki, video çəkmirdim, amma inşallah uşaqlar, bu aktivliyi mən qaytaracağam, inşallah. Nəsə dostlar, özünüzə yaxşı baxın, inşallah növbəti videoda görüşərik.